Zərdabda Toyota markalı minik maşını idarə etmədən çıxaraq aşıb. Kanal 10 TV Azərbaycan Reportla istinadən xəbər verir ki, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb. Məlumata görə, xəsarət alanlar rayonun Bıçaqçı kənd sakinləri olan bir ailənin üzvləri olan Məftun Məmmədov, Sona Məmmədova, Rəna Məmmədova və Uğur Məmmədovdur, az yaşlı. Qəza zamanı 1965-ci il təvəllüdlü İntiqam Qnyaz oğlu Məmmədov və az yaşlı Tunar Məmmədov ölüb. Digər az yaşlının vəziyyətinin ağır olduğu bildirilib. Qeyd edilib ki, qəza törədən avtomobilin sürücüsü Məftun Məmmədov muğam müsabiqəsinin iştirakçısı olub və yarışmada 3-cü yeri tutub. Faktla bağlı araşdırma aparılır.